Artıq 6-cı gündür ki, bütün dünya İsrail-İran savaşını diqqət və həyəcanla izləyir. Amma İran mediasını izləyənlər bu savaş içərisində Azərbaycan Respublikasına qarşı informasiya müharibəsinin aparıldığını da aydın görür. Təsəvvür edirsinizmi? İran şəhərlərinə, o cümlədən paytaxt Tehrana İsrailin aramsız raket və dron zərbələri altında kimlərsə oturub Azərbaycana qarşı çirkin təbliğat aparır. Qonşu ölkəni İran əhalisinə düşmən kimi təqdim etməkdən ötürü dəridən qabıqdan çıxır. Görünür, bu da hazırki İran gerçəkliyinin eybəcərliklərindən biridir. Həmin prosesdə həmişəki kimi Sepaha bağlı media qurumları və informasiya resursları öndə gedir. Məsələn, Sepahın ən böyük və aparıcı media orqanı olan Təsnim İnformasiya Agentliyi İsrailin İrana hücumunun ertəsi günü Bakının kütləvi informasiya vasitələrinin İsrail təcavüzünə reaksiyası başlıqlı yazı dərc edib və Azərbaycan mətbuatının hadisiyə güya Təl-Əvivin maraqlarına uyğun münasibət sərgilədiyini əsaslandırmağa çalışıb. İsrail-İran münaqişəsi ilə bağlı Azərbaycan mediasının aydın və koordinasiyalı davranış modeli ortaya qoyduğunu iddia edən agentlik, bunun üçün 3 əsas strategiyaya, lingvistik neytrallıq, düşmən, yəni İsrail təbliğatını yenidən nəşr etmək və diplomatik tüstü pərdəsi yaratmaq metodlarına söykəndiyini bildirib və nəticə etibarilə Azərbaycan media mühitinin obyektiv informasiya axtarmaqdansa konkret siyasi gündəmi həyata keçirdiyini vurğulayıb. Medianın bu davranışının Azərbaycan hakimiyyətinin böhranla bağlı siyasətinin inikası olduğunu qeyd edən Təsnim öz təhlilinin yekununda yazıb. Azərbaycan mediasının Siyonist rejimin İran ərazisinə açıq-aşkar təcavüzü ilə bağlı susması neytrallıq və qərəzsizlik deyil. Beynəlxalq münasibətlərdə, xüsusən də açıq-aşkar təcavüz aktından sonra qonşu ölkənin susması güclü siyasi mesajlı və bu susqunluğu sadəcə olaraq diplomatik ehtiyatlılıq kimi şərh etmək olmaz. Bu susqunluq Siyonist rejimin hərəkətlərinə passiv dəstək və siyasi mənəvi bəyənmə formasıdır ki, bu da açıq-aşkar dəstəkdən bəlkə də daha ifadəli və mənalıdır. Göründüyü kimi, rəsmi Bakının münaqişə ilə bağlı aydın mövqeyinə, o cümlədən Azərbaycan Xarici İşlər Nazirinin İranlı həmkarı ilə telefon danışığında Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını bəyan etməsinə rəğmən, yarım rəsmi Təsnim Agentliyi Azərbaycanı İsrailə passiv dəstək verməkdə ittiham edib. Daha sonra isə davamlı anti-Azərbaycan çıxışları ilə tanınan ekspert Ehsan Movahhidyanın fikirlərini dərc etməklə bir qədər də irəli gedib və yazıb. Əllamə Təbətabai Universitetinin siyasi elmlər sahəsində professoru və Qafqaz məsələləri üzrə ekspert Ehsan Movahhidyan Təsnimin müxbirinə deyib, İsrailin pilotsuz uçuş aparatlarının Azərbaycan Respublikası ərazisindən İran səmasına daxil olması sənədlərlə sübut və təsdiq olunub. Bu addım Əliyev hökuməti tərəfindən nəinki bir səhv, hətta açıq-aşkar xəyanətdir. Doğrudur, bu ağ yalan və böhtanı ehtiva edən yazı sonradan agentliyin saytından çıxarılıb. Lakin bir sıra media resurslarında hələ də qalmaqdadır. Azərbaycana qarşı oxşar ittihamlar bilavasitə Sepah adı altında fəaliyyət göstərən Telegram kanallarında da irəli sürülüb. Məsələn, həmin kanallardan biri iddia edib ki, Qəzvində yaşayan izləyicilərinin dediyinə görə İsrail qırıcıları Azərbaycan tərəfdən İrana daxil olurlar. Hər dəfə Qəzvindəki Ələmut bölgəsində qırıcı təyyarələrin qorxunc gürültüsü eşidiləndən 10 dəqiqə sonra Tehrana bomba atılır. Sepahın Qüds qüvvələrinə dair xəbərləri yayan başqa bir kanal da iddia edib ki, son 5 ildə Azərbaycanla İsrailin birgə addımlarından biri pilotsuz uçuş aparatlarının istehsalı üzrə müştərək müəssisənin yaradılması olub. İrana təcavüz edən bəzi pilotsuz uçuş aparatlarının Bakıdan gəldiyinə dair ciddi ehtimallar var, deyə kanal əlavə
əlavə edib. Sepaha bağlılığı şübhə doğurmayan Naməlum Əskərlər adlı kanal isə bu iddialar əsasında Azərbaycana zərbələr endirməyə çağıraraq yazıb. Sionist rejimin Şərqi Azərbaycan əyalətinin infrastrukturuna intensiv zərbələr endirməsi təbii deyil. Yumşaq davranmağın yeri yoxdur. İsrailin Azərbaycan Respublikasında bazalarını və dinləmə qurğularını hədəfə alın. Azərbaycan İsrailin ən böyük yanacaq təminatçısıdır və bizim legitim hədəfimiz ola bilər. Qeyd edək ki, İsrailin hava hücumları zamanı Şərqi Azərbaycan əyalətinə, xüsusən onun mərkəzi Təbriz şəhərinə zərbələr endirməsindən anti-Azərbaycan təbliğatında məkirli bir şəkildə istifadə olunub və Azərbaycanın güneyi ilə quzeyi arasında nifaq toxumu səpməyə cəhd göstərilib. Bir tərəfdən Təbrizin Azərbaycanın verdiyi yanacaqla vurulduğu iddia olunubsa, digər tərəfdən Azərbaycan hakimiyyəti bu fakta seyirci qalmaqda və səsini çıxarmamaqda ittiham edilib. Bu iyrənc təbliğatda o taylı bu taylı manqurtlardan istifadə olunub. Hüseyniyun terror təşkilatına aid olan Azərbaycanda İslam İnqilabı adlı kanal isə iddia edib ki, güya İsrail İranın şimal-qərb bölgəsindəki hərbi infrastrukturu sıradan çıxarmaqla həmin ərazini, yəni Güney Azərbaycanı Əliyev hökumətinin quru hücumu üçün hazırlamaq niyyəti güdür. Onu da qeyd etmək lazımdır ki, dünən Azərbaycan mediasında rəsmi Bakının müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda Azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərdiyi barədə mötəbər məlumat yayılıb. Güney Azərbaycanlılar arasında böyük rəğbətlə qarşılanan bu xəbər anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edib. Bu dəfə onlar rəsmi Bakını iz itirməyə çalışmaqda ittiham ediblər. Belə ki, populyar eko-portalı Sepaha bağlı Sabirin News kanalına istinadla bildirib ki, İsrail qırıcılarının Bakı səmasından Təbrizə və Tehrana uçaraq dəqiq zərbələr endirdiyi bir vaxtda Azərbaycanın İsrailə Təbrizi vurma deməsi bizə təhqirdir. Kanal həmçinin Bakının bu xəyanətin cavabını atəşlə alacağını və yerində oturdulacağını həyasızcasına bəyan edib. Bu gülünc təhdid elə bir məqamda səslənir ki, bütün dünya İrandakı teokratik rejimin çökməkdə olduğundan və sonunun yetişdiyindən danışır. Azərbaycan və Türk düşmənliyi rejim təmsilçiləri və əlaltılarının gözünü elə tutub ki, hətta bu durumda da öz başlarına çarə düşünmək əvəzinə Azərbaycan əleyhinə yalan və böhtanla yoğrulmuş kampaniya aparırlar. Amma yəqin bu da çox çəkməz.